Salam, kanalımızda hər birinizi xoş gördük. Bugün sizlərlə qatları tel-tel ayrılan çox ləzzətli, içi də yumuşaq, mayasız qat-qat yağlı çörəklərin hazırlanmasını bölüşürəm. Bu çörəklərə bəzi bölgələrdə yağlı qatlamada deyilir. Qaba 200 ml stəkan ölçüsü ilə 1 stəkan yarım ilıq su, 1 armudu stəkan, yəni 125 ml qatıq, 1 çay qaşığı şəkər əlavə edib qarışdırıram. Götürdüyümüz 5 stəkan dolu una, 1 paket qabartma, 1 dolu çay qaşığı duz qarışdırıb xəmir etmək üçün hazırladığım qarışıma qatacağam. Xəmir etmək üçün unu hissə-hissə tökürəm. Xəmir bərk olmamalıdır. Ona görə də bir hissəni saxlayıram, sonra əlavə edirəm. Ələ yapışmayan yumuşaq xəmir alınmalıdır. Bu xəmiri biraz yoğurmaq lazımdır. Ona görə də mən bir neçə dəqiqə ərzində xəmir yoğururam, əlimlə yoxlayıram, yumuşaq. Artıq əlimə yapışmır xəmir. Biraz da taxtanın üzərində yoğururam. Onu da qeyd edim ki, mənim xəmirimə 5 stəkandan əlavə 2 dolu yemək qaşığı da un getdi. Xəmirləri eyni ölçüdə bölməyə çalışıram. Məndə 8 gündə alındı. Dəyərli izləyicilər, kim hardan videomuzu izləyirsə, yazın izlədiyiniz ölkənin, şəhərin adını. Elə indicə bəyən düyməsinə toxunaraq videomuzu bəyənməyi də unutmayın. Sizlər də kanalımızın böyüməsində mənə bu cürə dəstək olmuş olarsınız. Dəstək olan hər kəsdən Allah razı olsun. Kündələrimin gəlməsi üçün bir kənarda 10 dəqiqə saxlayıb gözlədəcəm. Ona qədər 180 qram kərə yağını biraz əridəcəm. Yağı çox qaynatmaq lazım deyil. Biraz əriyən kimi ayranlı formada götürürəm. Açıq havada olduğum üçün mən xəmirin üzərinə belə salafanla örtmüşəm ki, qurumasın. Artıq kündələrim gəlib. Bunları yaxşıca unlayıb yaymağa başlayıram. 8 ədəd yuxamı yayıb, bundan 4 ədəd yağlı rulet formasında xəmirlər hazırlayacağım. Mən kərə yağından istifadə edirəm. Fərqi yoxdur, siz hər hansı bir yağla əvəz edə bilərsiniz. Yuxanı yayarkən ilk öncə tökdüyümüz un çox vacibdir. Unu biraz bol tökəndə yuxamız yaxşı yayılır. Cırılma, deşilmələr olmur. Birinci gündəmi yaydım, ikinci gündəmi yaymağa davam edirəm. İkinci gündəmi yayıb qutarandan sonra birincinin üzərini yağlayıram və ikinci yaydığım yuxa ilə onun üzərini örtürəm. Daha sonra ikinci yuxanın da üzərini yağlayıram və qatlayıb bükəcəm. Artıq üçüncü yuxamı yayıram. Bu formada deməli 8 yuxanı yayıb 2-2 yağlayıram aralarını və büküb bir kənara qoyuram. Xəmirləri hazırladıqdan sonra soyuducunun üst qatında 20 dəqiqə ərzində saxlayıram. Özünü tutsun, yağ donsun. Sonra isə bişirməyə keçəcək. Yağlı çörəklərimin bir neçəsinin içinə mən pendirli, kəsmikli işlik düzəldib qoyacağım. Yəni bunun yarısını mən sadə yağlı çörək eləyirəm, yarısını isə pendirlə, kəsmiklə, içliklə hazırlayacağım. 20 dəqiqə keçdi, xəmirimiz artıq yaxşıdır, biraz donubdur. Mən bunları tən ortadan bölürəm 2 hissəyə. Hər bükümü 2 hissəyə böldükdə 8 ədəd yağlı qatlamam çıxır. Yarısını sadə yağlı qatlama çörək eləyirəm.
Baxın, bu hissəsini əlimlə basıram və 4 ədədinin içinə isə kəsmikli işlik qoyuram. Göründüyü kimi ara qatları da çox gözəl alınıb. Bişəndə də görəcəksiniz ki, necə gözəl bişib və qat-qat tel-tel əlinizdə qırdıqca deməli qatlar hamısı bir-birindən ayrılacaqdır. Pendirli, kəsmikli işliyimdən də qoyub bu formada qoğal kimi bükürəm və üzərindən biraz mərdanə ilə 1-2 dəfə açacağım. Çox da nazik etməyin. Bir dəfə, 2 dəfə etdiniz, bəs eləyir. Daha sonra sobamın listinə yığıram və üzərinə yumurta sarısı ilə dur yağı qatdığım qarışımdan sürtürəm hər birinə və sonra çəngəllə biraz belə bəzək verirəm, çizgilər atıram. Ondan sonra isə 15-20 dəqiqə ərzində yenə də biraz saxlayıram ki, özünə gəlsin qatlamalarım. Deməli 200 dərəcədə 35 dəqiqə, 40 dəqiqə bişirəcəm. O baxır sizin sobanızın istiliyinə, dərəcəsinə. Artıq hazırdır mənim qatlamalarım. Baxın, görün nə gözəl xına kimi qızarıb. Yeyən hər kəs tərəfindən yağlı çörəklərimiz çox bəyənildi. Mütləq siz də hazırlayın və nuş edin. Göz haqqınızı halal edin. İnşallah yeni növbəti videolarımızda görüşənədək Allaha əmanət olun.